Salam əziz şagirdlər, videoya xoş gəldiniz. Bugün sizlərlə birlikdə 2021-dən 2025-ə qədər düşmüş bütün buraxılış suallarına baxacağıq ehtimal bölməsindən. Əlavə olaraq 2020-dən 26-ya qədər də olan model suallarına baxacağıq. DİM-in tərtib elədiyi suallardır bunlar yenə. Və burada qeyd edim ki, bəlkə də heç görmədiyiniz məzunlar üçün olan suallar da burada var. Yəni məzun imtahanlarında istifadə olunmuş suallar. Gəlin vaxt itirmədən başlayaq suallara. PDF əldə etmək üçün aşağıda Telegram linki var. Oradan istifadə edə bilərsiniz. Əlavə olaraq bəlkə link olaraq da yerləşdirdim. Bir də qeyd edim ki, bu sualları əvvəlcə özünüz mütləq işləyin, ondan sonra gəlin izahına baxın və həqiqətən də işləyəndən sonra özünüz də görəcəksiniz ki, DİM həmişə eyni tipdə suallar verir. Əsasən cədvəllə, rəqəmlərlə və s. yaxud çevrə sualları məsələn çoxdur, neçə nöqtə üzərində, neçə nöqtə deyil və bu daim təkrarlanır. Əslində biz biraz proqnoz da edə bilərik ki, bu sualları işləyəndən sonra yəqin ki, buna bənzər bir sual düşəcək. Ara sıra fərqli suallar da olub, amma əksərən eyni tipdə suallardır. Ona görə bu PDF məncə sizə çox faydalı olacaq. Mütləq bunu işləyin. Çox da sual yoxdur onsuz da 20 neçə sualdır. Mütləq bunu istifadə eləyin. Bu arada cavabları da qeyd eləmişəm üzərindəki. Birdən bəzən məsələn diqqət səhv edirəm. Ta ki 24-də 2 vur 4 görürəm. Bir də görürsən cavab səhv çıxır. Sonra uşaqlara da qəribə gəlir ki, müəllim axı PDF-də başqa cavab var. Ona görə bu problemi yaşamayaq deyə bunları qeyd eləmişəm. Çox uzatdım. Başlayaq suallarımıza. Bizə deyir ki, bu rəqəmlərdən düzəldilmiş 5 rəqəmli ədədlərdən təsadüfən seçilən bir ədədin sonunun 12 olması hadisəsinin ehtimalını tapın. Burada uşaqlar əvvəlcə biz ehtimalda təbii ki, nə iş görürdük? PA deyirdik ehtimalı. Klassik tərifdir bu. Deyirik ki, əlverişli hal sayı bölünsün mümkün hal sayı. Burada uşaqlar mümkün hal sayı nədir? Mümkün hal sayı bütün düzəldilə biləcək ədədlərdir. Biz bilirik ki, 5 rəqəmdən 5 faktorial sayda ədəd düzəldə bilərik. Nə deməkdir bu? Məsələn, buradan qeyd edin. Bizim ədədimiz olsun A, B, C, D, Y. Bunu yazırsınız. Ən gözəl üsullardan biri bax budur. Deyirsiniz ki, müəllim, biz burada A-nın yerinə 5 fərqli rəqəmdən birini yaza bilərik. Məsələn, tutaq ki, 5-i yazın, 4-ü yazın. Burada 5 dənə hal var. 5-ini də yaza bilərsən. Tutaq ki, 4-ü ora yazdın. Qaldı 4 dənə hal. Yəni 2-ni də yaza bilərsən. Yenə 4 dənə hal qalır. Hansını yazırsan yaz, 4 dənə hal qalır. Çünki artıq yenidən onu istifadə edə bilməzsən. Rəqəmləri təkrarlanmayan deyir. Onu deməsə 5 vur 5 vur 5 vur 5 vur 5 yazaram. Burada isə olmaz. Oldu 4 hal. Tutaq ki, orada yazdım 2-ni. Qaldı 3 rəqəmimiz. Buraya 3 yazıram. Sonra 2 dənə qaldı, sonra 1 dənə. Vurursan bunu, alırsan bu 5 faktorial. Burada məntiq budur. 5 rəqəmin sanki yer dəyişməsi. Permutasiya 5-dən 5. Buna biz deyirik permutasiya yer dəyişmə. 5 faktorialdır. Məsələn 5 nəfər durubsa yanaşı 5 faktorial sayda yerini dəyişə bilərlər. Deyir ki, sonu 12 olsun. Bu artıq əlverişli haldır. Məsələdə bizdən istədiyi əlverişli hallardır. Mən də burada qeyd edirəm ki, yenə bizim ədədimiz A, B, C, D, Y olsun. Amma burada önəmli məsələ odur ki, son 2 rəqəmimiz 1 və 2 olmalıdır. 1, 2-ni oraya yerləşdirdim. Baxın, bu halda uşaqlar, artıq 1 və 2 bizdə yoxdur axı. Yerdə qaldı 3 rəqəmimiz. 1, 2 sabitdir. Orada vurmayacaqsınız ha. Burada D və Y-nin yerində 1 və 2 var. Bunu burada 1, 2 eləyə bilərəm. Bunları vurmada istifadə eləmirsiniz. Bu sabitdir, durdu burada. Sizdə artıq 3 dənə rəqəm yeri qaldı. Ora rəqəm yerləşdirə bilərsiniz. Deyə bilərsiniz ki, müəllim, bura 3-ündən birini yazaram, ya 3-ü, ya 4-ü, ya 5-i. Bura ikisindən birini, burada biri qaldı. Oldu 6 dənə müxtəlif hal. Yəni sanki 1-2-ni atdın, 3 rəqəm qaldı. 3 rəqəm də 3 faktorial. Öz arasında yer dəyişə bilər. Əslində bu 3 faktorial böl 5 faktorialdır. Məntiq budur. 3, 2, 1 bu 3 faktorial deməkdir bunların hasili. Buradan nə iş görəcəyik? 3 faktorialla işimiz yoxdur. 5 faktorial yazacağım. 3 faktorial vur 4 vur 5. 3 faktorial 1-dən 3-ə qədər hasildir. 5 faktorial 1-dən 5-ə qədər hasildir. 1-dən 3-ə qədər olan hissəyə 3 faktorial deyirəm. Qalır 4 vur 5. Bunlar getdiyi zaman da yerdə qaldı 20-də 1. 20-də 1 də yuxarıdan aşağını 5-ə vurub 100-də 5 yazıblar. Ola bilər, problem yoxdur. Gözəl bir sualdır. Görün nə qədər şey öyrəndik, təkrarlamış olduq. Yəni bu PDF sayəsində hər şeyi təkrarlayacağıq. Ümid edirəm sizə faydalı olacaq. Yəni o ümidlə çəkirəm bu videonu, yoxsa buna vaxt itirməzdim qətiyyən. Radiusu R olan çevrəyə aid olan və aid olmayan nöqtələr göstərilmişdir. Bu DİM-in ən sevdiyi suallardandır. Niyəsə bunu çox istifadə edib. Təsadüfi seçilmiş iki nöqtənin çevrənin mərkəzindən R-dən kiçik məsafədə yerləşməsi hadisəsinin ehtimalını tapın. Yenə əziz şagirdlər, buraya yazacağıq. PA bərabərdir əlverişli hal sayı bölünsün mümkün hal sayı. Bizdə uşaqlar mümkün hal sayı nədir? Nöqtə sayı. Nə qədər nöqtəmiz var? 1, 2, 3, 4, 5, 6, 7, 8 nöqtəmiz var. Elə deyim. İndi burada kombinzon yazım, çox üzr istəyirəm. Kombinzon 8-də neçəsi? X-ini seçdiyi üçün. 1-in seçsə əgər 8-dən nəsə yazardım.
Məsələn, desək ki, bir dənə nöqtə seçirik. Deyərdim ki, mümkün hal sayı 8-dir. 8 nöqtənin birini seçirsən, R-dən kiçik məsafədə 1, 2, 3, 8-də 4, 2-də 1 məsafə. 2-də 1 olacaq cavabımız. Bitdi. Amma bu belə deyil. Bu deyir ki, 2 nöqtə seçmişik. Onda kombinezon 8-dən 2. Ondan sonra deyir ki, və burada uşaqlar, təbii ki, nə yoxdur bizdə? Bir sıra və s. yoxdur da. Burada nəyə ehtiyac yoxdur? Permütasiyaya ehtiyac yoxdur. Ondan sonra deyir ki, mərkəzindən R-dən kiçik məsafədə yerləşməsi. Bunu bəzən məsələn şagirdlər başa düşmür ki, radiusu R-də R-dən kiçik məsafədə. Yəni deyir ki, radiusun, və bura fikir verin. Məsələn, bu bizim mərkəzimizdir. Bu məsafə radiusdur. Daha yaxın olsun da, radius məsafəsindən daha yaxın olsun. Məsələn, burada Y nöqtəsi mərkəzə daha yaxındır. Özü deyir, təsadüfi seçilmiş iki nöqtənin çevrənin mərkəzindən R-dən kiçik məsafədə yerləşməsi. Yəni, R məsafəsindən daha az, daha yaxın olsun. Burada fikir verin, S də daha yaxındır, D də, K da. B məsələn 0 radius uzunluğundadır. Yəni, o radius məsafəsi də bərabərdir, olmaz. F də olmaz. A və P isə çox uzaqdalar, olmaz. Deməli, 4-də olarmış. Onda bizim seçdiyimiz bu nöqtələr 4 dənəsindən ikisi. 4 nöqtədən ikisini seçdim. Çünki bizim seçim edə biləcəyimiz 4 nöqtə var, həmin məsafə. Ondan da ikisini seçdiniz. Və bunu uşaqlar asan üsulunu deyəcəm, amma normalda kombinezon təbii ki, necə yazmalısınız? Ətraflı suallarını belə yazın. 8 faktorial bölünsün, 8 çıx 2, 6 faktorial, vurulsun 2 faktorial. Yuxarıda yenə 4 çıxılsın 2, daha doğrusu 4 faktorial, 4 çıxılsın 2, 2 faktorial, bir də bunun öz faktorial. Bir dəfə çıxırsınız, bir dəfə də özünü yazırsınız. Hə, buradan da hesablamalar gedə bilər, bu heç. Mən bunu asan yolda göstərəcəm sizə, necə eləyirik. Baxın, burada 4-dən başlayırsınız, 2 ədəd yazırsınız, azalda. Yəni 4 vurulsun 3. Aşağıda isə 1-dən başlayırsınız, 2-yə qədər gəlirsiniz. Məsələn, kombinezon 10-dan 3 olsa nə edərdik? 10-dan başlayıram, azalda 3 ədəd yazıram, 19, 8. Burada 3 varsa 1, 2, 3. Qısa yolu budur. 4 vur 3, 1 vur 2. 8 əvəzinə burada 8 vur 7, 1 vur 2. 1 vur 2-lər getdi. 8 ilə 4 getdi, 2 qaldı. Oldu 14-də 3. Məsələ bitdi. Deyir, B çoxluğunun elementləri bu intervalda olan tam ədədlərdir. Bunları uşaqlar yazsaz yaxşıdır. Yəni, burada çox ədəd yoxdur. Olsa daha da qısa deyə bilərik. Məsələn, mənfi 10-dan 40-a qədər desə, çıxarıq 40-dan mənfi 10-u, toplayarıq, nəsə eləyərik. Yəni, çıxıb bir də 1 çıxacaq, çıxıb bir də 1 gələcək və s. Baxır o intervalda sayı tapmağa. Məsələn, burada mən sizə sayı deyə bilərəm. Deyə bilərəm ki, 7 çıxılsın mənfi 4, bərabər, çıxılsın bir də 1. Niyə çıxmadı? Aha. Bircə saniyə, çıx 1. Bərabər 10. Burada 10 dənə ədəd var. Bunlardan mənfi 3, mənfi 2, mənfi 1, 3 dənəsi mənfidir. Biri 0-dır. Yerdə qalan isə nə qədər oldu? 6 dənəsi də müsbətdir. Tapmaq olar belə. Daha da mürəkkəb versə taparıq. Amma biz gəlin ədədləri birbaşa yazaq. Mənfi 3, mənfi 2, mənfi 1, 0, 1, 2, 3, 4, 5, 6. Bunlar bizim ədədlərimizdir. Buradakı çünki tam ədədləri deyildi. Təsadüfən seçilmiş 2 elementdən baxın. Kombinezon. Burada var 3 dənə, 6 dənə, 9, 10 dənə ədəd var. Bunlardan neçəsini seçiblər? İkisini seçiblər. Mümkün hallarımız oldu. Kombinezon 10-dan 2. Buraya yazım. Mümkün, deməli, ehtimal bərabərdir. Mümkün hallar 10 rəqəmlə seçdin ikisini. 10 ədəddən deyək ki, daha doğrusu. Seçilmiş 2 elementdən birinin müsbət, birinin mənfi. Biri müsbətsə uşaqlar, sizin burada 6 seçim şansınız var. 6 vurulsunda yazmaq olar. Kombinezon altdan 1 də yazmaq olar. Eyni şeydir. Onsuz da kombinezon altdan 1 6 deməkdir. Amma belə yazım ki, daha rahat başa düşülsün. Yerdə qalan isə buradan seçməlisən. 0 olmaz, 0-dan mənfi, dən müsbət. Amma bizim seçməli olduğumuz 1 deməli element buradan, biri də oradandır. Bu da 3-dən biri. Burada bəzən şagirdlər deyir ki, müəllim, bəs bəzən toplama yazırıq axı. İndi biz hardan bilək? Toplama mı yazmalıyıq, vurma mı yazmalıyıq? Çıxma olmur. Toplama vurma olur da indi. Çıxma da ola bilər, baxır sual tipinə. Əksər hallarda olmur. İndi burada mən fikirləşirəm ki, toplama yazsam bu nə deməkdir? 6 dənə orada seçimim var. 6 seçim üstəgəl 3 seçim. Bu nə deməkdir? Yəni, niyə seçimləri toplayıram ki? Mənə lazımdır biri oradan olsun, biri buradan olsun. Oradan götürə biləcəyim 6 element var. Altdan birini götürdüm. Buradan götürə biləcəyim 3 element var. 3-dən birini götürdüm. Bu ehtimalları sanki vururam bir-birinə. Bu halları bir-birinə vururam. Yəni, biri buradan gəldi, biri oradan gəldi. İndi bilmirəm axı hansı gələcək buradan. 6 seçimdən biri gələcək. Bayaq elədiyimiz ki, məsələn, bir insanın da ki 4 köynəyi var, 3 şalvarı var. Necə fərqli dəst geyinə bilər? 3 vur 4. Hardan çıxdı bu? Məsələn, birinci köynənin birinci şalvarı geyinər. Birinci köynənin ikinci şalvarı geyinər.
birinci köynənə üçüncü şalvar gedir. Belə-belə gedir. Sonra keçsə ikinci şalvara məsələn. Belə-belə gedirsə 3 vur 4 deyirsən cavab 12 olur. Bir-bir yazsaq görəcəksiniz. Ona görə bu vurulmadır. Və bir də bunu qeyd edeyim. Əgər mən burada altdan 2 yazsaydım, bunu nəyisə vurmazdım. Çünki altdan 2 demək 2 elementi seçdin deməkdir. Elə deyim. İndi bu sual bir də dəyişin başqa cür deyəcəm. Burada bir dənə bunu hesablayaq. Yəni bu video danışacağıq, uzun-uzun danışacağıq, narahat olma. Ancaq suallara baxmayacağıq. Çoxdan da ehtimal videosu çəkmək istirdim. Uşaqlar həmişə çox istəyir ki, mənim ehtimal videosu gəlsin. Ona görə bu gün bütün enerjimizi buna sərf edirik. Bunlar da 7 2, 5-də 2 qaldı. Bunu 10-da 4 kimi verib də. Yuxarını aşağını 2-yə vuraq, 10-da 4 kimi də yazmaq olar. İndi burada belə desəydim. Seçilmiş 2 elementin müsbət yaxud 2 elementin mənfi olma hadisəsi. Yəni 2 müsbət element yaxud 2 mənfi element. Bu ayrı-ayrı hallardır. Burada nəyisə vurmursan. Deyirsən ki, onda bax bu şərt üçün deyirəm. Belə yazarım. Yenə 10-dan 2. Seçilmiş 2 elementinin ikisinin də mənfi və ya ikisinin də müsbət olma deməli ehtimalını tapın. Deyərdiniz ki, mənim ikisi də mənfidirsə, 3 elementdən ikisini seçdim. Üstə gəl. Bax, niyə üstə gəl? Çünki bitdi artıq. 2 element seçməliydim, seçdim. Amma birini buradan seçdiyim zaman bu hələ bitməyib. Oradan da birini seçdiyim zaman bitəcək. Ona görə burada 3-dən 2, bir də altdan 2. Fərqi başa düşürəm. Burada artıq bitdi. 2 də element seçməliydin, seçdin də. Da nəyə vurursan? Bitdi. Bax, fərq budur. Ümid edirəm bunu başa düşdü uşaqlar. Yenə bunu biraz məşq eləyəcəyik davamında. Həmişə də və ya deyəndə ağlımıza toplama gəlir, bilirsiniz. Və deyəndə vurma eləyirik. Bəzən və əvəzinə vergül qoyurlar. Torbada bir neçə qara, 3 sarı və 5 mavi kürəcik var. Buraya yazım qara. Bilinmir x olsun, sarı. 3 olsun, bir də mavi. Olsun 5. Çıxarılan kürəciyin qara və ya mavi olması hadisəsinin ehtimalı %75'dir. Yenə burada uşaqlar yazıram PA. Əlverişli hal sayı bölünsün mümkün hal sayı. Bizdə mümkün hal sayı nədir? Baxın, bir kürəciyi seçir deyə heç bir problemimiz yoxdur. Deyir ki, çıxarılan kürəciyin bir kürəciyi və kombinezona ehtiyac yoxdur onda. Kombinezon daha çox mürəkkəb məsələlərdə istifadə olunur. Elə məsələlər var ki, məsələn bu sual eynən 9-a da düşə bilər. Çünki çətin sual deyil. Elə suallar var ki, həm 9-a düşə bilər, həm 11-ə. İndi o bəxtinizdən ola bilər ki, asan sual düşür, ola bilər ki, çətin sual düşür. Burada bizim mümkün hallarımız 5 üstəgəl 3 üstəgəl x-dir. Bütün kürəcikləri yazdım. Bunlardan deyir ki, qara və ya mavi olması. Qara x ədəddir, mavi isə 5 dənə. Bu da %75. Bərabər %75 yazdım. Məsələ bitdi, davamında x tapacağıq. Bütün məsələ deməli nə oldu? Mümkün hallar aşağı. İndi qara və ya mavi deyəndə mən fikirləşirəm ki, qara da olar, mavi də olar. Desək ki, məsələn sarı və ya mavi, onda sən 8 elementin hamısını götürə bilərsən. Hamısı əlverişli oldu. Və bir element götürürsən deyə, burada baxın, 2 çoxluqdan 1 element götürürəm. Burada toplama var. Toplama prinsipi. Amma 2 çoxluqdan hərəsindən 1 element götürdüyün zaman vurma prinsipi olur. 3 köynək var, 4 şal var, biri bundan, biri bundan. 3 dəfə 4, 12. Amma desək ki, məsələn, 3 roman kitabı var, 4 elmi kitab var. Bir kitab seçməlisən. Onda 7 kitabdan birini seçirsən. Desək ki, yox, 1 roman, 1 elmi seçməlisən. 3 burada, 4 burada, 3 dəfə 4, 12. Birinci roman kitabı ilə birinci elmi kitab. Birinci roman kitabı ilə ikinci elmi kitab. Bax, görürsünüz, belə seçimləri yazdığınız zaman görürsünüz ki, 3 dəfə 4, 12 alınır. Amma 3 elmi kitab olsun, bayaq 3 bədii kitab olsun, 4 elmi kitab olsun. Mən bu 7 kitabdan birini seçirəmsə, toplama prinsipi. Elmi də olar, bədii də olar. Elmi və ya bədii. Və ya varsa toplama var. Buradan ixtisar aparsaq 25-ə alacağıq 4-də 3. Bunu çarpaz vuraq. 4x üstəgəl 20 bərabər. Bu 8-dir uşaqlar. 3-ə vururam 24 üstəgəl 3x. Bunu bura atsaq x bərabər 4 mü oldu? 4 dənə deməli bizim qara kürəcəyimiz var imiş. Qara idi mi? Bəli. Gözəl sualdır. Tarixləri də qeyd eləmişəm ki, yəni inanmırsınız, gedib yoxlaya bilərsiniz ki, müəllim bunu bizə yalandan verməyib. Bunları imtahanda istifadə olunur. Bəziləri var topluda, bəziləri yoxdur. Deyir ki, A riyaziyyat fənnindən, B fizika fənnindən, C isə kimya fənnindən hazırlaşan şagirdlərin sayı üçün Eder-Venn diaqramı verilmişdir. Bir şagirdin ən azı 2 fənn üzrə hazırlaşması hadisəsinin ehtimalı bu qədərdir. Riyaziyyat fənnindən neçə şagird hazırlaşır? Gözəl bir sualdır. Bir şagirdin ən azı 2, bu ən azı məsələsi uşaqları çaşdırır ki, müəllim, ən azı nə deməkdir? Ən azı desəm ki, məsələn, mənə 1 manat ver. Sən deyərsən ki, müəllimsə 1 manat da verə bilərik, 2 də, 3 də, 4 də. Amma ən azı qoymuşsa sənəd 0 manat verə bilmərik. %50 manat verə bilmərik, 50 qəpik verə bilmərik yəni. Bizdə minimum hədd 1 manatdır. 1 manatdan yuxarı 1 manat 40 qəpik də verə bilərsən. O axır. O baxır artıq sənin vicdanına deyir. Burada bütün mövzu nədir?
minimum həddimiz var. Minimum həddimiz 1-dir. Bir şagirdin ən azı 2 fənn üzrə. Onda ola bilər ki, məsələn, burada x nə deməkdir? A ilə B-nin kəsməsi. Yəni, həm riyaziyyatdan hazırlaşır, həm də fizikadan. Buradakı x çıxılsın 4. Həm riyaziyyatdır, həm də kimyadır. X çıx 3. Yəni, kəsmədə durub da. Həm fizikadır, həm də o biri nədir? Kimyadır. Amma buradakı bu 4 ki var, fizika, riyaziyyat, kimya, üçünün də kəsməsidir. Bu da olarmı? Olar, əlbəttə olar. Çünki ən azı bir fən demək, 2 fəndən hazırlaşa bilməz demək deyil ki. Elə deyilmi? 2 fən deyir də burada. 2, 3. Bəli. Yəni, ən azı 2 fən deyirsə, onda A-B-də, A-C-də, bir də C-B-də ortaqları götürdüm. Bir də A-B-C-nin 3-ü üçündə ortağı götürdüm. Məsələ bitdi. Ən azı bayaq 1 manat 1-i gördüm orada. Məsələn, desən ki, mənə ən azı 2 manat verin. Onda 2 manat, 3 manat, 4 manat verilə bilər. 1 manat vermək olmaz. Ən azı 2 manat desəm. Burada da fikir versəz, yalnız riyaziyyat olmaz. Çünki o 2 fənn olmadı, 1 fənnə gedir. Yalnız fizika olmaz, yalnız kimya olmaz. 2 fənn ya da 3 fənn. Məntiqim deyirəm, anladıq. Amma təbii ki, mümkün hallarda hamısını cəmləyib yazacağıq. PA bərabərdir. Əlverişli hal sayı bölünsün mümkün hal sayı. Bunu bezmədən yazıram ki, beyninizdə bu otursun bu düstur. Birinci əlverişli hal sayı nə oldu uşaqlar? Buradakı hissəni götürdüm. Həm riyaziyyat, həm fizika. Buradakı hissəni götürdüm. Həm fizika, həm kimya. 2 fəndən gedir də. X çıx 4-ü götürdüm. Həm deməlidir riyaziyyat, həm də kimya. Bitdi mi? Bitdi. Bir dənə qaldı bu hissə. Bu da riyaziyyat, fizika, kimya. Olar mı? Olar. İndi isə uşaqlar mümkün hallar. Hamısını toplayaq. Mümkün hallar bütün şagirdlərdir. Hamısını toplayıram. Görək nə oldu buradakı bütövcə. Bunları cəmləmə biraz zülm olacaq. Biz gəlin əvvəlcə A-nı hesablayaq. A-da x üstəgəl 9 var, x var, 4 var, x çıx 4 var. Sonra burada qaldı x üstəgəl 8. Burada qaldı x çıx 3. Bir də qaldı x üstəgəl 6. Təzədən bir də baxım. X üstəgəl 9, x üstəgəl 4, x çıx 4 düzdür. X üstəgəl 8, x çıx 3, x. Əla. Bunu biraz sadələşdirib yerini yazıb cavabı alacağıq. Davamı onsuz da rahatdır. Hətta bunu da gəlin sadələşdirib yazaq da yuxarı elə deyil. Burada 4'lər islah getdi. 3 dənə x alındı. Çıxılsın 3. Bəli. Məxrəcdə isə 4'lər islah getdi. Başqa bir şeylər gedirmi ixtisar? Deyəsən yox. 1, 2, 3, 4, 5, 6. 9'un üstünə 8 gəl. 17. 3 çıxdın 14. 6 gəldin 20. Ümid edirəm səhv yazmadıq. Bərabər %24. Bunu gəlin hesablayaq. %24 x-lər aparsaq, deməli nəyə? 4'ə aparsaq 25'də 6 çarpaz vururam. Olur 75x çıxılsın 75 bərabər 36x üstəgəl 120. Bunu bura atsaq 75x çıx 36x 120 üstəgəl 75. Burada alıram deməli. 35 çıxsaydım 70 qalardı 35. 39x mi qaldı? Bərabərdir. Burada isə topladıq 195. X bərabər 5 olsa nə gözəl olar? 150, 45, 195 əla. Riyaziyyat fənnindən neçə şagird hazırlaşır? Görürsünüz nə mürəkkəb sualdır bu. Mürəkkəb dediyim, yəni hesablaması mürəkkəbdir, yoxsa məntiqi rahatdır. Riyaziyyat fənni bax bunların cəmidir də. Bura bütöv riyaziyyat dax. Onda x-in yerinə 5 yazacağıq. Bir dənə onu hesablayaq. Deməli burada x üstəgəl 9, x var, 4 var, x çıx 4 var. 4'lər getdi bayaqki kimi. 3x üstəgəl 9 alındı. X-i 5 tapmışdıq. 3 dəfə 5, 15 üstəgəl 9. Cavabımız 24 olacaq. Yenə baxın, eyni sual tipidir uşaqlar. Bayaq da bunu görmüşdük. Düz xətt üzərində seçilən 2 nöqtədən birinin çevrə aid olması hadisəsinin ehtimalını tapın. 2 nöqtə seçilən biri çevrə aid olsun. Deyə bilərsiniz ki, müəllim, burada 6 nöqtə var. 6'dan x'ini seçdim. 2 dənə nöqtə seçirsən, 6'dan x'i. Birinin çevrəyə aid olması. İndi x'in seçmişəmsə əgər, buradakı nöqtələrdən x'in seçmişəmsə, indi bu nöqtədən biri çevrəyə aiddirsə, digəri aid deyil. Elə deyilmi? Çünki burada fikir verin. 6 nöqtəmiz var. X'i çevrəyə aiddir, 4'ə aid deyil. Mən əgər birinin çevrəyə aid olmasını istəyirəmsə,
X-indən birini götürdüm. Yerdə qalan birini də bu 4 dənəsindən götürəcəm. Çünki biri aiddir, biri deyil. Yəni bizdə 6 nöqtə var. Təbii ki, burada verilən nöqtələrdən söhbət gedir. Yoxsa sonsuz dənə nöqtə var orada. Sırf verilən nöqtələrdən 6 nöqtədən x-i çevrəyə aiddir, 4-ü aid deyil. 2-dən 1 vur 4-dən 1. Yenə deyirəm, burada kombinezon yazmasaz da olar. 2 vur 4 də yazsaz olar, eyni şeydir. Yəni 2 seçim orada var, 4 seçim orada var. 2 vur 4. Kombinezonun asan hesablaması 6-nı 5-ə vururdunuz. Yəni 2 vaid azalda. 1 vur 2 yazırdınız. Bayaq bunu demişdim deyə də uzatmıram. Buradan bunlar qədər 3 qalar. Olacaq 8 böl 15. D variantı. Məxrəci 5-dən böyük, 27-dən kiçik, sürətləri isə 1 olan düzgün kəsirlərdən biri seçilir. Nə deyirdi belə kəsirlərə? Alikvot kəsirlər, sürətləri 1 olan kəsirlər. Məxrəci 5-dən böyükdür, 6-dan başlayır. 6-da 1, 7-də 1, 8-də 1 gəlirsən hara qədər? 27-dən kiçik 26-ya qədər gəlirsən, 26-da 1. Sürətləri isə 1 hamısında düzgün kəsirlərdir bunlar. Seçilən kəsrin sonlu onluq kəsir ola bilməsi hadisəsinin ehtimalını tapın. Gözəl sualdır. Birinci uşaqlar, biz ümumi sayı tapaq. Baxın, bizdə 6-dan 26-ya qədər gəlir də məxrəclər. Sayı tapa bilərik oradan. Say necə tapılırdı? 26 çıx 6 üstə gəl 1. 21 dənə bizim kəsrimiz var. Bu mümkün hallardır. PA bərabərdir. Əlverişli hal sayı böl mümkün hal sayı. Yəni 21 dənə kəsir var. Bunlardan seçirəm. Mümkün hallar bunlardır. İndi bizə deyir ki, əlverişli hal nədir? Sonlu onluq kəsir olsun. Biz də bilirik ki, sonlu onluq kəsir olması üçün məxrəcdə 2 və ya 5-lər olmalıdır. Ancaq 2-lər də olar, ancaq 5-lər də olar, 2 və 5-lər də olar. Amma 2 və 5-dən başqa nəsə olmasın. Deyirəm, onda belə deyək. Məsələn, nə gələ bilər orada? 7-dən sonra 8 gələ bilər, ancaq 2-lər var. Bir-bir baxıram. 9 olmaz, 10 ola bilər. 11 olmaz, 12 olmaz. Çünki 11-də 2 və 5 yoxdur. 11 özü sadə vuruqdur. 12-də 3 vuruğu var. 13 yenə olmaz. 14 olmaz. 15 olmaz. 16 olar. 15 niyə olmaz? Çünki 3 vuruğu var. 17 olmaz. 18 olmaz. 19 olmaz. 20 olar. 20-də 1. Sonra 21, 22, 23, 24, 25 olar bir də. Və bunlardır. Sonra 26 gəldi, bitdi. 5 dənə əlverişli halımız var. 21-də 5. Məsələ bitdi. Növbəti. Bir iki zər atıldıqda birində düşən xalın 5 və xallar cəminin tək ədəd olması məlumdursa, digər zər üzərindəki xalın sadə ədəd olması hadisəsinin ehtimalını tapın. Bu çox mükəmməl sualdır uşaqlar. Biraz beynimizdə yeni neyron əlaqəsi yaradacaq bu sual niyə? Çünki burada şagird deyir ki, müəllim, 2 zər atıldısa 36 hal var. Halbuki yoxdur. Sənə deyir ki, 2 zər atıldıqda birində düşən xalın 5 olması məlumdur. Xallar cəminin tək olması məlumdur. Məlumdur nə deməkdir? Bu artıq var. Bunu belə qəbul et. Bu bizdə mümkün halda artıq. Deyə bilməzsən, müəllim, 36 hal var. Axı deyir, biri 5-dir, necə 36 hal var? Biri 5 olduğu zaman 36 dənə hal ola bilərmi? Ola bilməz. Biri 5 isə 12 dənə hal olacaq. Çünki yerlərini dəyişir. Məsələn, belə yazır. Birinci, ikinci. Deyir ki, burada 5 düşüb. Düzdürmü? Xallar cəmi təkdir. Onda bura məsələn nə yaza bilməzsən? 1 yaza bilməzsən. Toplasan neçə olacaq? Cüt olacaq. Yəni 1, 3, 5 yazıla bilməz. Çünki bu da tək, o da tək, cəmliyəndə cüt olur. Amma 2, 4, 6 yazmaq olar. Bir də 5, 6. Cəmliyin hamısı təkdirmi? Bəli. Amma bir də belə ola bilər. 2, 5, 4, 5, 6, 5. Bax, onun istədiyi bu. Bunları yerlərini dəyişə bilərsiniz bu arada. Uşaq dedi ki, müəllim, axı nə mənası var? 5, 2, 2, 5 eyni şeydir. Necə yəni eyni şeydir? Birinci zərdən 5 gəlir, ikincidən 2 gəlir. Bir də birincidən 2 gəlir, ikincidən 5 gəlir. Bu necə eyni şey ola bilər? 2 ayrı zər var. Hətta zəri 2 dəfə atdığım zaman birinci atdım 5 gəldi, ikinci atdım 2 gəldi. Sonra tərzən başqa bir hal atdım birinci 2, sonra 5 gəldi. Bu da fərqli şeylərdir. Bunları qarışdırmayın. İndi biz fikirləşirik ki, bizdə mümkün hal nədir? Mümkün hal bunlardır. Əlverişli hal sayı böl mümkün hal sayı. Bizdə 6 mümkün hal var. Çünki niyə? 36 deyil mənim əzizlərim. Axı deyir bizə biri 5 olsun. Birinin 5 olduğu burada normalda 12 hal var. 5, 1, 5, 2, 5, 3 hamısını yaza bilərdik. 5, 1, 5, 2 gəldin 5, 6-ya qədər bir də çevirdin tərsinə 1, 5, 2, 5, 6-dan 5-ə qədər yazardın. 12 dənə hal var. Amma deyir ki, xallar cəmi təkdir. Onda hamısını yaza bilməzsən. Xallar cəminin tək olması üçün 5, 2, 5, 4, 5, 6 bir də tərsi. 6 mümkün halı yazdım. Bu bizdə əlverişli hal deyil. Hələ bu mümkündür, bu məlumdur. Məlum olan əlverişli ola bilməz. Bu bizə deyir ki, digər zər üzərindəki xalın sadə ədəd olması hadisəsinin ehtimalını tapın. Baxın, burada 2 sadədir.
Başqa varmı? Yoxdur. Mürəkkəb, mürəkkəb. Biri 5, yenə 2, sadə, mürəkkəb, mürəkkəb, 2 hal var. 3 də 1. 5, 2, 2, 5 fərqli hallar idi. Hər ikisində biri sadə oldu. Hər ikisi sadə oldu belə deyək də. Əslində onu istəyir, hər ikisinin sadə olması. Biri onsuz da 5 idi deyə. Sadədir. Çox gözəl sualdır. Növbəti sualımız. Bir də bu sual tipi çox sevilir. Son illərdə yenə düşmüşdü. 2025-də düşüb də bu səhv eləmirəmsə. Yəni bu sual tipi çox sevilir. Niyəsə bunu çox istifadə ediblər. Cədvəldə riyaziyyat və fizika fənnindən olimpiyadada iştirak edən şagirdlərin sayı göstərilmişdir. Təsadüfən seçilmiş 2 uşaqdan birinin riyaziyyatdan olimpiyadada iştirak edən oğlan və o birinin fizikada olimpiyadada iştirak edən qız olması ehtimalını tapın. Baxaq. İndi birinci uşaqlar burada deyir ki, cəm var. Onda bunların cəmi 3x üstəgəl y bərabər 10-dur. Bu sual tipini yenə deyirəm, çox istifadə edirlər. Burada x üstəgəl 2y, birinci x-i yazıram, niyəsə belə öyrəşmişik. Bu cəmdə 10-dur. Çünki cəmi bizə verib də bunların cəmi deyir 10-dur, bunların cəmi 10-dur. Biz bu sistemdən nəyi tapa bilərik? X və y-i tapa bilərik. Əvvəlcə yuxarını 2-yə vuraq, arzu etsəniz. 6x üstəgəl 2y 20-dir. Burada x üstəgəl 2y bərabər 10-dur. Tərəf-tərəfə çıxsaq islah gedir. 6x-dən x çıxdım 5x. Burada 10 qaldı. X bərabər 2 oldu. X 2 olduğu zaman 2 üstəgəl 2y bərabər 10. 2-ni sağa atdım. 8 oldu. Y bərabər 4 çıxdı. X 2-dir. Y 4-dür. Onda buraya yazaram deməli. X-in yerinə 2 yazaq. Bura 6 oldu. Bura 4 oldu. Bura 8 oldu. Burada 2 oldu. Hər ehtimalı yazıram. Bəlkə də lazım olmayacaq hamısı. Bu birinci mərhələ. Bunları tapdıqdan sonra təsadüfən seçilmiş 2 uşaqdan, yəni ümumi 20 nəfərdən x-ini seçirəm. Deyir ki, uşaqdan birinin riyaziyyatdan olimpiyadada iştirak edən oğlan. Onda birini hardan seçirəm? Riyaziyyatda oğlan. Yəni 4 nəfərdən birini seçirəm. Riyaziyyatda olmalıdır və oğlan olmalıdır. Digərinin deyir ki, fizikada olimpiyadada iştirak edən qız olması. Onda fizikaya baxıram. Qız sayı burada 2-dir. 2-dən də üzr istəyirəm, burada 1 yazmadım. 1 oradan, 1 buradan. X-in seçsən bitmişdi artıq. Yenə deyirəm, vurma olmazdı. Biri buradan, biri oradan olduğu üçün bunlar vurulur. Çox üzr istəyirəm, burada fikrimdən yayındım. Aha, bu bizdə nə oldu? Ehtimal. Bərabərdir. 4 vurulsun 2. Bunu da necə asan hesablayırdıq? 20 vur 19, 1 vur 2. Burada x-lar getdi 10 qaldı. Hətta 10-dan 2-ni aparaq, burada 5 qalsın. Yuxarıda qaldı 4, aşağıda 5 dəfə 19, 50, 45, 95-də 4. Düz tapdıq mı görəsən? Bəli, 95-də 4. Bu çox sadə sualdır. Topluda var eynən bu sual. 6 dosent, 5 müəllim, çoxu topluda var onsuz da, amma bu yəni çox belə işdəki sualdır. Buraxılış sınaqlarında, imtahanlarında hər yerdə istifadə olunur bu sual. 6 dosent, 5 müəllim arasından təsadüfi seçilən 3 nəfərin ikisinin dosent, birinin müəllim olması ehtimalını tapın. Yenə burada uşaqlar PA yazırıq. Bizdə mümkün hal sayı nədir? Çox sadə. 11 nəfərdən 3-ünü seçdim. Bura sadədir əslində. Birbaşa da yəni 3 nəfər seçmişəm. Hardan? 5, 6, 11 nəfər içərisindən. 2 nəfər deyir ki, ikisinin dosent. Dosent bizdə 6 nəfərdir. 6 nəfərdən ikisini seçdim. Yerdə qalan birin olmadı, müəllim olmadı da 5-dən biri. Məsələ bitdi. Hesablama necə idi? 11-dən başlayırıq 3 ədəd azalda yazırdıq. 11 vur, 10 vur, 9. Burada 1 vur, 2 vur, 3. Yuxarıda isə 6 vur, 5, 1 vur, 2 vur, 5. Burada nə baş verəcək? Bir şey baş verirmi? 1 vur 2-lər getsin, 9 ilə bu getsin, 3 qalsın. 10 ilə 5 getsin, burada 2 qalsın. 2 vur 3 də 6 olduğu üçün bunu aparsın. Qalacaq burada 11-də 5 mi qaldı? Bəli, bu 5 getmişdi bu arada. Ehtimal təbii ki, birdən böyük ola bilməz. 11-də 25 yazsaz məsələn, bu səhvdir. Elə bir şey mümkün deyil. Biri aşa bilməz ehtimal. Çünki bir şeyin 100% baş verməsi, biz buna yəqin hadisə deyirik. Bu 1-dir. Baş verməməsi mümkün olmayan hadisə. Məsələn, deyə bilərəm ki, sizə ondan kiçik 2 rəqəmli ədəd düşmə ehtimalı məsələn. Tutaq ki, bizdə nə olsun? Qutu olsun. İçində 1-dən 100-ə qədər ədədlər qeyd olunub. Deyirəm ki, əlimi atdım. Ondan kiçik 2 rəqəmli ədəd gəlmə ehtimalı. Ondan kiçik 2 rəqəmli ədəd olmadığı üçün mümkün olmayan hadisə, yəni 0.
mümkün, yəni 100% yəqin hadisə, 100% olacaq hadisə 1-dir. Yerdə qalanlar təsadüfi hadisə 0 ilə 1 arasında. Məsələn, PA yazsam bura 1/2 yanlışdır, belə bir şey mümkün deyil. 1-i aşa bilməzsən. 15 kartdan 5-inə A. Gözəl sualdır bu da. Deməli 5-inə A. A yazdım, A yazdım, A yazdım, A yazdım. 7-sinə B. B yazdım, B yazdım, B yazdım. 5 dənə, 6 dənə, 7 dənə. Qalanlarını isə S hərfi yazılaraq torbaya atılır. Qalanları nə oldu? 5 burada, 7 burada, 12 dənə, 3 dənəsi qaldı da. S, S, S. Oldu 15 dənə kart. Bu torbadan geriyə qaytarılmadan ardıcıl olaraq, bax, ardıcıl olaraq varsa uşaqlar, kombinezonu boş verin. Mən bunu OTK sualında demişdim. Əslində orada biraz səhv idi şərtləri. Hər ikisini doğru götürdülər. Amma ümumiyyətlə ardıcıl deyirsə, kombinezon olmaz. Çünki kombinezon ardıcılığı başa düşmür. Sarı, qırmızı, yaşıl deyirsə, deyir ki, sarı, qırmızı, yaşıl. İndi qırmızı mı birinci gəldi, sarı mı birinci gəldi, o hamısını hesablayır. Amma ardıcıl deyəndə sən elə yaza bilməzsən. Sən deməlisən ki, bizdə müəllim 15 kart var. Burada heç permutasiya, kombinezon boş verin. Kəsrlə çox sadə formada yazacağıq. Ardıcıl deyirsən. Birinci 15 kartdan nə gəlməlidir? A gəlməlidir. Birincinin A olması. Deyərsən ki, müəllim A 5 dənədir. 15-dən 5-ini götürdüm. Geri qaytarılmadan dediyi üçün bir dənə A-nı qoydun kənara. Geri qaytarılmamaq budur. Yerdə qaldı 14 kart. Sonra deyir ki, B gəlsin. B-dən nə qədər var? 7 dənə var. 7-sini seçdim. Hər hansı birini seçdim. 7 dənə hal var da, mümkün hallar. 14-dür, əlverişli hallar 7-dir. İndi birini götürün B-dən. Qaldı 13 dənə kartımız. Bunlardan da S gəlməsi 13-də 3. O məsələ bitdi. Bütün mövzu budur. Ardıcıl deyəndə, mən bunu məsələn uşaqlara çox təlqin edirəm. Ardıcıl deyəndə kombinezon yazma. Yazmaq olar mı? Olar. Amma nəyəsə vurmalısan, bölməlisən, qarışdıracaqsan, nə etməliyəm? Oradakı halları aradan çıxarmaq üçün. Ona görə yazma kombinezon, özünü yorma. Bunlar getdi. 3-də 1, 3-lə bu getdi. Bunlar ixtisar getdi. 2-də 1. 13-ü 2-yə vurdum. 26-da 1. Doğru cavabımız olacaq. Bax, yenə fikir verin. Cədvəl sualı. Belə sualları həqiqətən dim sevir. Həmişə bunu istifadə. Yenə görəcəyiz birazdan, yenə var. Desən 2 dəfə, 3 dəfə görəcəyik yenə. Cədvəldə xarici dil fənnindən hazırlaşan şagirdlərin sayı verilib. Tədbir üçün 2 şagird seçilir. Seçilən şagirdlərdən birinin fransız dilinə hazırlaşan qız, digərinin isə alman dilinə hazırlaşan oğlan olması hadisəsinin ehtimalını tapın. Birinci uşaqlar, bizdə yenə ehtimal. Əlverişli A sayı, mümkün A sayı. Birinci mümkün A sayı nədir? Haradan seçirik? 2 şagird təsadüfən hər yerdən seçilə bilər. Onda biz də bunları gəlin cəmləyək. Deməli, bu ikisinin cəmi 33. Bu ikisinin cəmi 26. Bu da 6 mı oldu? Deməli, 33, 26. Bu da 6. Toplasaq 33, üstə gəl 32, 65 oldu. Kombinezon 65-dən ikisini seçdik. Səhv deməyək bunu. Burada elə əvvəldən səhv getməyək. Bir də belə cəmləyim. 28, aşağıda isə 17, 47. Bəli, 65 düzdür. Bu belə. İkisini buradan seçdim. Sonra bizə deyir ki, seçilən şagirdlərdən birinin fransız dilinə hazırlaşan qız. Fransıza baxıram. Qız 13 nəfərdir. Biri 13 nəfərdən seçilməlidir. Biri oradan. Digərinin alman dilinə hazırlaşan oğlan olması. Bu da 16 nəfərdir. 16-dan 1. Bunu hesablayaq. Yuxarıda 13 vur 16. Aşağıda 65 vur 64. 1 vur 2. Bax, bunlar gedir 4 qalır burada. 65 ilə 13 gedir 5 qalır burada. 2 ilə 4 gedir 2 qaldı burada. 5 vur 2 burada 1. Yəni onda 1 oldu cavabımız. Çox mürəkkəb sualdır mı? Xeyr. Eyni ölçülü. Burada uşaqlar həmişə eyni ölçülü yazırlar. Yazılmasa şərtdə problem var deməkdir. Çünki əgər kürələr eyni ölçülü deyilsə, məsələn, deyək ki, 2 dənə kürə var. Biri ağdır, biri sarı. Ağ daha böyükdür. Mən əlimi atdığım zaman ağ gəlmə ehtimalı daha yuxarıdır. Çünki daha böyükdür, həcmi yüksəkdir. Əlimi atdım, qara məsələn aşağıda da ağ, yuxarıda ağı götürəcəm. Hündürdür ağı. Ona görə eyni ölçülü olmasa sualda şərtdə problem var. Bizə deyir ki, eyni ölçülü ağ və qara kürəciklər olan torbada qara kürəciklərin sayı ağ kürəciklərin sayından 20 ədəd çoxdur. Buraya yazaq ağ. Buraya yazaq deməli qara. İndi burada biz nə edəcəyik? Deyir ki, hansı daha çoxdur? Qara kürəciklərin sayı ağ kürəciklərin sayından 20 ədəd çoxdur. Qara ağdan çoxdur. Onda mən ağa x deyərəm. Qara olar x üstə gəl 20. Təzədən bir də baxaq.
qara kürəciklərin sayı ağ kürəciklərin sayından 20 ədəd çoxdur. Çıxarılan kürəciyin ağ olması ehtimalı. Çox sadə sualdır uşaqlar. Bax 2023-də heç əziyyət verməyiblər uşaqlara. Kaş bu ildə belə olardı deyək. Ehtimal biraz uşaqları qorxudur. Ona görə inşallah ki, çox çətin düşməz. Mümkün hallar hamısı. Əlverişli hallar nələrdir? Deyir ki, ağ olsun, ağ da x-dir. Bərabər 12-də 5. Mümkün halı aşağı yazdım, cəmlədim. Əlverişli halı yuxarı yazdım. Bərabər 12-də 5. Çarpaz vuraq. Burada alınır 12x bərabər 10x üstəyə gəl 100. Bunu buraxdım. 2x bərabər 100. X bərabər, biraz elə bir çox oldu. X bərabər 50. Aha, olar. X 50-də nəyi soruşur? Ümumi neçə kürəcik var? 50 ağ imiş. Qara da 70 imiş. Toplasaq 120 kürəcik var. Bu sadə sual idi, heç düşünmədik çox. Gəldim 14-də. Mahnı müsabiqəsində 50 nəfər iştirak edir. Bizə artıq nəyi verdi? Mümkün halların sayını verdi. Deməli, yazaq bura. PA bərabər əlverişli hal sayı, mümkün hal sayı. Mümkün hal sayı elə görəm ki, 50-dirmi? Bəli. Deyir ki, müsabiqədə çıxış eləyən Tunarın növbəsinin 7-yə bölünən cüt ədəd olması ehtimalını tapın. Əslində burada uşaqlar deyir ki, 7-yə bölünsün və cüt olsun. Sən başa düşürsən ki, bu 14-ə bölünmə deməkdir. Çünki 7-yə də bölünməlidir, 2-yə də bölünməlidir. Bu o deməkdir ki, 14-ə bölünməlidir. Yəni 14K olmalıdır əslində. K-ya 1 verdin 14, 2 verdin 28, 3 verdin 42. 3 dənə hal var. Artıq 4 olanda 56 olur, olmaz. 3-ü bizdən oldu, əlverişli olur. Bu qədər sadə. Həm deməli 7-yə bölünməlidir, həm də 2-yə bölünməlidir. Cüt deyil axı, cüt bütün ədədlər 2-yə bölünür. Ona görə 7 və 2 əkobları 14, 14-ə bölünür 3 hal var. Yuxarıdan aşağını 2-yə vurun, 6 bölü 100. Cavabımız 100-də 6 olacaq. C variantı. Çox səliqəsiz yazdım. 100-də 6. Deyir ki, şagirdlərin boyunu A ilə işarə eləyək. Cədvələ əsasən seçilən iki şagirddən biri boyu 170 cm-dən kiçik olan oğlan, digəri isə 170 cm-dən böyük olan qız olması ehtimalını tapın. Gəlin tapaq. Yenə PA bərabərdir. Əlverişli hal sayı bölünsün mümkün hal sayı. Bizdə əvvəla mümkün halsa yenə baxın cədvəllə veriblər. Bu niyə belədir, həmişə bilmirəm. Eyni şeylərdir. Baxın 2x üstə gəl 3y cəm 20-dir. Burada yenə də x üstə gəl 4y. Bir də qoydunuz bu ildə belə düşdü. Bilmək olmaz qismət. Aşağıdan 2-yə vuraq. İslah aparaq görək nə alınır. 2x üstə gəl 3y bərabər 20. 2x üstə gəl 8y bərabər 30. Aşağıdan yuxarı çıxaq. Bunlar gedir. 5y bərabər 10. Y bərabər 2. Y 2-dirsə, x üstə gəl 8 bərabər 15. X bərabər 7 oldu. Görək düz tapmıdıq mı? 14. Bəli. X 2-dir, Y 7. Tərsinə. 7, 8, 6, bu da 14. Davam edək. Mümkün hal sayı nədir uşaqlar? Mümkün hal sayı 20 burada, 15 burada, 35 nəfərdən seçilir və deyir ki, 2 şagird. Onda kombinezon 35-dən 2. Və burada uşaqlar permutasiya ehtiyac yoxdur da. Bu misallarda demək olar ki, permutasiya istifadə olunmur. Əsasən kombinezondur. Ayıra bilməsəsə belə çox zaman kombinezon daha üstün gəlir. Yəni məsələn, ehtimal sualdır, bilmirəm kombinezon yoxsa permutasiya yazıb. Kombinezon yazsan yüksək ehtimal düz çıxacaq, amma yenə təbii ki, misala görə dəyişir. Belə deyim, sizi səhvə sürükləməyim. Məsələn, burada fərqi yoxdur. Kim hansıdır, hansı birincidir, hansı ikinci. 2 şagird seçir. Ardıcıllıq yoxdur. Ona görə kombinezon yazırsan. Ardıcıl isə kəsrlə yazardım, daha sadə olardı. Yəni bizə deyir ki, 35-dən 2, 35 nəfərdən seçdim. Burada problem yoxdur. Biri boyu 170 cm-dən kiçik. Ona bura baxırsan, oğlan olması 8 nəfər. Bax, oğlanlar burada birinci sıradadır. 8 nəfərdən birini seçdin. Digəri deyir ki, 170 cm-dən böyük, onda bura baxırsan, qız olması, qız da burada 14 nəfərdir. 14 nəfərdən birini buradan seçirəm. Aşağıda yazdım 35 vur 34, 1 vur 2. Yuxarıda 8 vur 14 yazdım. 14 ilə 35 getsin nəyə? 7-yə. Bu 2 olar, bu 5 olar. Sonra bunlar getdi. Burada qaldı 17. Yuxarıda 16 böl 85. Bəli. 16 böl 85 mi düz demişik, bəli. Bu da 2024-ə düşən bir sualdır. Uşaqları biraz çaşdırmışdı. Niyə? Çünki uşaqlar burada hamısını hesablamışlar. Mümkün hal kimi, amma hamısı doğru deyil.
Bu yenə sadə sualdır, sadə ehtimal sualdır, aşağı siniflərdə keçirilən ehtimal sualdır. Amma burada vacib bir məsələ var ki, məsələn bunu 9-a vermək olar. Elə suallar var ki, onu 9-a verə bilməzsən. Məsələn, kombinezon permutasiya varsa 9-a vermək olmaz, çünki uşaqlar onu keçmirlər buraxılışa qədər. Kinoteatrda yerlərin yerləşmə sxeminə əsasən növbəti alıcının təsadüfən seçdiyi yerin A və ya B sırasından olması hadisəsinin ehtimalını tapın. Dolu və boş yerləri verib bizə. Dolu yerləri seçmək olmaz. Təbii ki, seçiblər də artıq. Yuxarıda baxın, x-i doldusa, 8 dənə A boşdur. Aşağıda 5-i mi doldu B-də? 5-i doldur, 5 dənə B boşdur. Burada yenə də necəsi 3-ü dolu oldu, onda 7-si boş qaldı. 7 dənəsi. D-də isə 1, 2, 3, 4, yenə 5-i, 5 dənə D boş qaldı. Onda bizim uşaqlara mümkün hal sayımız ancaq bunlardan seçə bilərik. 5, 5, 10, bu da 15, 25 mümkün halımız var. Və bir dənə yeri seçir. Ona görə kombinezon lazım deyil. A və ya B sırasından olmaz. Yəni A-da olar, B-də olar. 8A var, bir də 5 dənə B var. Toplasa 8 üstə gəlmiş. Və ya varsa toplayırdıq. 13 bölünsün 25 D variantı. Yavaş-yavaş buraxılışları bitiririk. Burada indi gəlməlidir nə? 2025-də də bir 3 dənə var. Bu da deyə bilər ki, müəllim, axı 2024-də 2 imtahan olub, niyə 3 var? Biri də məzun imtahanıdır. Onlar da burada tapmışam ki, bilirəm onlar da sizə maraqlı gəlir. Görəsən məzunlar nə düşüb? Bəlkə məzunlarda baxır. Düzdür, fərqi yoxdur onsuz da. Onu məzunsan ya deyilsən. Bütün bu suallar istifadə oluna bilər. Çünki uşaqlar biraz çox belə kateqoriyalaşdırır ki, bu ora düşübsə bu zonaya düşməz. Nə bilim, məzunlara bu düşmə, o düş. Belə bir şey yoxdur əzizlərim. Yəni bütün suallar hər yerə düşə bilər. Birinci zona 2 belə bir fərq ümumiyyətlə yoxdur. Yəni bura düşən sual ora düşməz məsələn. Ola bilməz. Yəni elə bir şey yoxdur. Təsadüfidir hər şey. Belə düşünün. Şəkildə üzərində hərflər yazılmış 16 ədəd kart təsvir edilmişdir. Bu kartlar torbaya atılır və təsadüfi olaraq 3 kart torbaya qaytarılmamaq şərti ilə ardıcıl çıxarılır. Bax, kəsr deyir bu. Özü sənə uzaqdan deyir, kəsr yaz. Kombinezon yazma. Kəsr dedim, yəni 15-də 7 bu cür azalda gedir, 10 demək istəyirəm. Birincinin B. Mən burada təbii ki, səhv eləməyim deyə sayılara baxacağam. 1, 2, 3, 4, 5, 6, 7, 8. 8 dənə B var. İkinci A olmalıdır. 1, 2, 3, 4 dənə A var. Sonda isə S olmalıdır. 1, 2, 3, 4. 4 dənə S var. Hətta cəmliyin 16 dənə alındı mı? Alındı. Deməli düz yazmısan. Burada birinci bizə lazımdır B gəlsin. Deyə bilər ki, müəllim burada niyə belə əzildi? Ümumi kart sayı 16-dır. Bizim birinci mümkün hal sayımız 16-dır. Əlimi atdım. 16 kartdan birinci B gəlməlidir. 8-i B-dir axı. B gəlmə ehtimalı daha yüksəkdir. Əlimi atdım, qarışdırdım, birini götürdüm. Yüksək ehtimal B gələcək. Çünki 8-i B-dir. Yəni yarısı B-dir, qalan yarısı 2 yerə bölünüb A və S olaraq. 16-dan 8-i. İkinciyə birini B götürdün. Bir dənə B getdi, qaldı 7 dənə burada B. Onda bizdə 15 kürəcik o kart var. Qarışmasın aləm bir-birinə. Bunun A olması. A bizdə 4 dənədir. 4 dənəsindən biri gəldi. Birində A seçdin, 3-ü qaldı burada. Sonra bizdə qaldı 14 dənə kart. Bu 14 kartdan da S gəlməsə 4-ü S-dir. Burada 4 yazıram. 4 vur 4, 16'dır bunlar getdi. Sonra 8 ilə 14 getsin. Nə qaldı burada? 2-yə bölsəm 7, 4. Aşağıda 85 alındı. Yuxarıda 16 alındı. Aşağıda nə oldu? 70, 35, 105. 105'də 16'dır mı? Yox, nəsə səhv yazdıq elə bir şey. Yox, bunlar düzdür. İxtisara səhv aparmışıq. Bir dənə baxaq uşaqlar təzədən. Deməli 4 vur 4 16 ilə getmişdi. Bir dənə 4 qalmışdı da. Sonra bununla da bunu apardıq 2-yə 4 qaldı. Bəli, düz 105'də 4. Ona görə cavabları qeyd eləmişəm ki, bu belə diqqət səhvi bizə problem yaratmasın. 18-də bizə deyir ki, bu nöqtələri bir düz xətt düzəldir. Bax, yenə bu eyni sual. Bu sualı bax çox istifadə edirlər. Diqqətli olmaq lazımdır. Yenə bir də gördünüz istifadə olundu. Birinin çevrə aid olması, birinin olmaması da çox uzatmayacağım. Bizdə ümumi 1, 2, 3, 4, 5 nöqtə var. 5-indən x-in seçdi. Bu mümkün haldır. Əlverişli haldır uşaqlar bizdə. Əlverişli haldır ki, biri çevrə aid olsun. Çevrə aid olan 2 nöqtə var. İkisindən birini seçdin. Yerdə qaldı A, Y, F. Üçündən də birini seçdin. Məsələ bitdi. Eynən bayaqki sual olduğu üçün uşaqlar uzun-uzun danışmıram. 1 vur 2. Burada 2 yuxarı qalxacaq. 4 vur 3, 5 vur 4. 4'lər gedər. 5'də 3 kimi verilə bilər. Bəli.
Diaqramda bir sinifin dərsdə iştirak edən və etməyən şagirdlərin sayı haqqında məlumat verilmişdir. Sinif siyahısından təsadüfən seçilmiş iki şagirddən birinin dərsdə iştirak edən oğlan, digərinin isə dərsdə iştirak etməyən qız şagird olması hadisəsinin ehtimalını tapın. Burada yazaq, bax, oğlan. Burada yazaq, qız. Birinci uşaqlar, iştirak eləyənlərə baxırsınız. Bu yəni deyir ki, xət qoyduqlarımız 15 nəfər burada var. 15 oğlan iştirak eləyir. Burada isə 12 qız iştirak eləyir. Bunu bura yazdım. Sonra iştirak eləməyən bir oğlan var. Bir də 2 qız var. Məsələ bitdi. İndi bizdə ümumilikdə nə qədər uşaq var? 16, 14, 30 şagirdimiz var. Amma yenə bax, birbaşa məxrəcə 30 yazmırsan, çünki 2 nəfər seçib. 1 nəfər seçsə 30 yaz. 2 şagirddən birinin dərsdə iştirak eləyən oğlan. Dərsdə baxın, iştirak eləyən oğlan deyəndə bura baxırsan, oğlanlar 15 nəfərdir. 15-dən birini seçdin. İştirak etməyən qız isə, bax, iştirak etməyən deyəndə bura baxırsan, qız olması 2 deməkdir, bax, ikisindən birini seçdin. Yuxarıda aldım 15 vur 2, aşağıda aldım 30 vur 29, 1 vur 2. Burada 30 ilə 2 getdi, burada 15 qaldı, 15-dən 15 getdi, qaldı 2 bölünsün 29, A variantı. Baxın, bu son illərdə düşən sualdır, son ildə belə deyək, 2025-də düşən sualdır. Bu məsələn maraqlı sualdır, mürəkkəb deyil, amma biraz qarışıq görünə bilir bu sual. Supermarketdə keçirilən uduş kampaniyası çərçivəsində müştəriyə hər birində 5 AZN, 10 AZN və 20 AZN dəyərində alış-veriş kuponlarından yalnız biri olmaqla 28 zərf təqdim olunur. Buraya yazaq 5 AZN. Buraya yazaq 10 AZN. Buraya yazaq 20 AZN. İndi deyir ki, ümumi 28 zərf. 20 AZN-lik kuponların sayı, yəni 10 manatlıq kuponların sayından 2 dəfə azdır. 20 ondan 2 dəfə azdır. Onda bura x desəm, bura 2x'dir. 20 manatlıqların sayı 10 manatlıqların sayından 2 dəfə az oldu. Ona görə 10 manatlıqlara 2x dedim. 5 manatlıq kuponların sayı isə 16 ədəd azdır. 5 manatlıq kuponların sayından 16 ədəd azdır. Yəni, bax, cümlə nə ilə başlayıb? 20 manatlıqla başlayıb. 20 manatlıq əskinasların sayı 10 manatlıqlardan 2 dəfə azdır, 5 manatlıqlardan 16 ədəd azdır. Onda bu x üstəgəl 16 olmalıdır. Məntiq budur. Bununla, məsələn, bunu bir dəfə tərzinə oxuyun cümləni, görəcəksiniz ki, tam uyğun gəlir. İndi burada ümumi 28 daxı. Fikir verirsəz, həmişə ehtimal sualında sadə bir tənlik də atırlar bəzən. Yəni, sən burada bir tənliyi həll edib, x-i tapıb, sonra ehtimal həll edirsən. Biraz yəni burada mərhələ var. Ona görə mürəkkəb sual sayılacaq bu sual təbii ki. Mərhələ ki, artdı, uşaqlar bunu qarışdırır. 4x üstəgəl 16 bərabər 28. 4x bərabər 12x bərabər 3. Bura oldu 19. Bura oldu 6. 3 tapmış. Burada oldu təzədən 3. Toplasaq 28 oldu mu? Oldu. Bu birinci mərhələ. Təbii ki, bu ətraflı sualı kimi düşmüşdü. Bunu yazmalısınız. Bunu mütləq yazın davamında. Müştərinin təsadüfən seçdiyi 2 zərfdəki kupon. 2 dənə zərf seçirsən, kombinzonu 28-dən 2. Bu mümkün hallardır. PA. Bəs əlverişli hallar nə oldu? Deyir ki, 2 zərfdəki kuponların ümumilikdə 30 manat olması. Mən də başa düşürəm ki, 2 zərf seçməliyəm və cəm 30 olmalıdırsa, biri 10 manatdır, biri 20 manatdır. Başqa necə ola bilər ki, məsələn, cəm, yaxşı sən seç x-yə, cəm 30 olsun. 20 və 5 olsa olmaz. 10 və 5 olsa olmaz. Yalnız 20 və 10 olmalıdır. Ona görə deyirəm ki, altısından birini seç, bu üçündən də birini seç. Birini bu çoxluqdan, birini bu çoxluqdan. Bir dənə oradan, bir dənə buradan. Ona görə vururuq, fikir verin. 6 vur 3, 28 vur 27, 1 vur 2. Deməli, burada nələr baş verə bilər? 28-dən bu qədər, burada 14 qalar. 27-dən 3 gedər. 9, 1. 9-dan 6 getsin. 3, 2. Buna da bu getsin, 7 qalsın. Bu 60, daha doğrusu 21-də 1 mi oldu? Bəli, 21-də 1. Biraz mən ixtisarı qarışığa aparamışlar. Siz daha sadə apara bilərsiniz. Burası sizə qalmış. Yenə gəldik bu sual. Bu sual bizdən əl çəkmir. Yenə baxın 2025-də düşür. Demək ki, bunu keçən il bir uşaq işləmişdisə, əgər əvvəlki illərin suallarını, bu düşə bilərdi. İndi siz də bunları işləyirsiniz, bir də gördünüz ki, düşmüş sual bir də düşdü. Bilmək olmaz. Həyatdır. Çünki 2025 təzədir, yəni bu belə çox köhnə il deyil ki, keçən il düşüb. Buraxılış, yəni bundan əvvəlki buraxılış çox uzaq deyil. Ən yaxın buraxılışdır hətta.
Bu hətta ən yaxın, bəli, bu məzunlara düşüb deyə. Ən sonda bu olubdur. Sonra gəlirik burada abituriyent jurnalına. Bunlar da maraqlı suallardır. Həqiqətən. Ümumiyyətlə abituriyent jurnalında olan suallar daha maraqlıdır. Daha mürəkkəb oldu. Bəlkə də mürəkkəb deməliyəm, amma maraqlı deməyi tərcih edirəm. Daha maraqlı suallarda əylənəcəyik. Fırlanma cisimlərində hazırlayacağım uşaqlar. Hazırlamışam daha doğrusu, izahını çəkəcəm. Orada da çox maraqlı suallar var. Ondan sonra ola bilsin funksiya çox özlər. Hamısını çatdırmaq istəyirəm imtahana qədər, görək qismət. Birinci bunları cəmləyirdik. 3x üstə gəl y 14 olurdu. Burada x üstə gəl 5y. Bu da 14'tür. Buradan aşağını 3'ə vurub tərəf-tərəfə çıxsaq qəşəng olar. 3x üstə gəl y bərabər 14. 3x üstə gəl 15y bərabər 42. Aşağıdan yuxarı çıxdığımız zaman bunlar getdi. 14y bərabər 28. Y bərabər 2 oldu. Y 2-dirsə uşaqlar, x üstə gəl 10 bərabər 14-dən x bərabər 4 tapılacaq. X də tapıldı, y də tapıldı. Yazaq istəyirsiniz yerinə. Burada y tapmışdıq 2, x-imiz 4 olduğu üçün bura 12, tapmışdıq 2, burada 4 oldu. Bu heç birinci mərhələ idi. Bil ki, hər fən üzrə bir qalib olarsa, burada uşaqlar biraz işlər qarışıq da. Bu sualda uşaqlar çox zaman səhv edirlər, çünki bu mürəkkəb sualdır. Deyir ki, hər fənn üzrə bir qalib olarsa, bu qaliblərin riyaziyyat fənni üzrə oğlan, fizika fənni üzrə qız şagird olması hadisəsinin ehtimalını tapın. Yüksək ehtimal siz də bunu səhv tapırsınız. Bunu düz tapan çox az şagird var. Buradakı mövzu nədir? Hər fənn üzrə bir qalib var. Onu mən başa düşməliyəm ki, ümumidən seçmirəm. Yəni, kombinizon 28-dən 2 yaza bilmərəm. Hər fənn üzrə bir qalib var. Bu qaliblərin riyaziyyat fənni üzrə oğlan olması. Baxın, bizdə uşaqlar, riyaziyyat fənnindən 14 dənə hal var. Yəni, x-i oğlandır, 12-si qızdır. Bu 14 nəfərdən biri seçilə bilər, bu da oğlan olmalıdır. Yəni, 14-dən 2. Bu buradadır. Bax, yenə deyirəm, hər fənn üzrə bir qalib var. Riyaziyyatdan oğlan olsun, fizikadan qız olsun. Sən bunu kombinizondan nə yaza bilərsən? 28-dən 2 yaza bilməzsən. Çünki ümumi çoxluqdan biz seçmirik. Riyaziyyat fənni üzrə oğlan olsun deyir. Hardan? Hər fənn üzrə bir qalib var və bu qalib riyaziyyatdan oğlan olsun. Mən də deyirəm ki, onda 14 haldan ikisi vurulsun. Fizikada yenə 14 nəfər var. Burada isə qız olsun. O da 4 nəfərdir. Bu əslində uşaqlar mürəkkəb sualdır. Həqiqətən mürəkkəb sualdır. Yəni bunu ilk dəfə bir müəllimə də versən, o da çox düşünər, bəzən səhv eləyər bəlkə də. Mən də məsələn, düzdür, mən bunu ilk dəfədən düşünmüşdüm, amma buna ilk dəfə baxanda səhv deyə bilərsən. Hər fənn üzrə bir qalib olarsa deyir. Bax, buradakı bütün məsələ budur. Bu qaliblərin riyaziyyat fənni üzrə oğlan olması. İncəlik budur. Ümumidən seçmirsən. Sənə demir 28 nəfərdən x-i seçildi. Xeyr. Hər fənn üzrə. Çünki nəyə qarışdıracaqsan? Sən desən ki, müəllim, 28 nəfərdən x-ini seçdim mən. Onda bəlkə də x-i də fizikada oldu, məsələn, qaliblərin. Bu deyir ki, bir qalib buradadır, biri buradadır. Ümumidən x-i deyil, ayrı-ayrı çoxluqlarda qaliblər var. 14 nəfərdən x-i, yəni oğlanlar ola bilər. Bu tərəfdə isə 14 nəfərdən fizika fənni üzrə qız neçə nəfərdir? 4 nəfərdir. Bunlar gedər 7-də 1, bunlar gedər 7-də 2. Oldu 2 bölünsün 49. Bütün məsələ bax, düz tapdıq mı? Bəli. Bu sual həqiqətən mürəkkəbdir, qəbul etmək lazımdır. Bunu məzunlara, yəni olmaz əslində bu məzunlara. Yazıq uşaqlar onsuz da, uşaq da deyirəm, bəlkə məndən böyüklər, bilmək olmasın. Son ildə deyilsə. Məzunlar amma çox keçmişdə olmaz. Sınaq nəticəsində deyir ki, ABC hadisələrindən yalnız biri baş verə bilər. Burada uşaqlar, bunlar tam qrup əmələ gətirirlər. Tam qrup nədir? Düşünün ki, A, B, C hadisələri üçündən yalnız biri baş verə bilər. Biz deyirik ki, bunlar tam qrup əmələ gətirir. Onda PA üstə gəl PB üstə gəl PS bərabər 1-dir. Məsələn, belə sual imtahana düşməyib. Amma bir də gördünüz, düşdü. Buna biz deyirik, tam qrup əmələ gətirirlər və cəm 1 olmalıdır. Məsələn, mən zər atdığım zaman 1 xalının gəlməsi ehtimalı 6'da 1'dir. 2 xalının gəlməsi 6'da 1. 3 hamısı 6'da 1 deyilmi? Bəli. 6 dənə 6'da 1'i toplasaz 6'da 1, 6'da 1, 6'da 1. Cavab nə olar? 1 olar. 6 dənəsini toplasaz. Bu oldu tam qrup. Uyuşmayan hadisələrdir bunlar.
Eyni anda bunlardan yalnız biri baş verə bilər. Məsələn, zər atdım, 2, 4, 6 gəlməsi, cüt xalın gəlməsi ehtimalı 2-də 1-dir. Tək xalın gəlməsi ehtimalı 2-də 1-dir. Topladım nə oldu? 1 oldu. Bax, bunlar tam qrup əmələ gətirir. Ya bu baş verər, ya o baş verər. Cəm 1-dir. Sabah yağış yağma ehtimalı, məsələn deyirəm indi, 2-də 1-dir. Yağmama ehtimalı 2-də 1-dir. Topladım 1 oldu. Ya yağar, ya yağmaz. Başqa nə edə bilər ki? Deyir, bizə piyango çıxma ehtimali %50. Ya çıxar, ya çıxmaz. Biraz ona bənzədi, amma. Deyir ki, PS ehtimalını tapın. Biz də deyirik ki, PA 3-də 2-dir. PB 10-da 1-dir. PS bilinmir. PS bərabər 1. Bunu gəlin hesablayaq. Burada ortaq məxrəc 30-dur. Bunu 10-a vuracam, bunu 3-ə vuracam. Bu oldu 23. Üstə gəl PS bərabər 1. Buna sağa atdığımız zaman PS bərabər 1 çıxılsın 30-da 23, yəni 30-da 7. Doğru cavabımız A variantı. Deyir ki, sifariş anında taksi firmasında 10 maşın sərbəstdir. Onlardan 5-i qara, 3-ü qırmızı, ikisi isə yaşıl rəngdədir. Sifariş verilən 2 taksinin müxtəlif rənglərdə olması hadisəsinin ehtimalını tapın. Siz artıq bunu məncə taparsınız. Çünki çox mürəkkəb deyil. Deyirsiniz ki, kombinzon 10 maşın var, 10-dan ikisini seçdim, 2 taksi. Buraya qədər bir problem yoxdur. Çox sadədir. Sifariş verilən 2 taksinin müxtəlif rənglərdə olması. Bu gözəl sualdır. Fikir verin, imtahanda belə sual istifadə olunmayıb. Amma topluda var, yəni istifadə oluna bilər. Yəni. Mən düşünməliyəm ki, ikisinin müxtəlif rəngdə olması o deməkdir ki, ola bilər ki, qara ilə qırmızı olsun. Ola bilər ki, qara ilə yaşıl olsun. Ola bilər ki, başqa nə olsun? Qara, qırmızı, bir də qırmızı, yaşıl. 3 dənə hal var da, fərqli-fərqli. İndi birincinin qırmızı, ikincinin yaşıl olması bunu onsuz da kombinzon sayacaq da. Yəni o fərqi görməyəcək də. Biri qırmızı, biri yaşıldırsa, biri yaşıl, biri qırmızı nə önəmi var? 2 taksi seçirəm, nə olsun? Müxtəlif rəngli olsun. Qırmızı yaşılla yaşıl qırmızı eyni şeydir onsuz da. 2 dənə taksi gəlir, biri yaşıldır, biri qırmızıdır. Bunu qarışdırmayaq. Burada biz deyirik ki, bizdə mümkün hallar 10 taksiden ikisidir. Eyni rəngli, daha doğrusu müxtəlif rəngli olması o deməkdir ki, məsələn, biri nə olsun? Qara olsun, biri qırmızı olsun. 5-indən biri seçdim, birin. Qaradan 5-indən birini seçdim. Qırmızıdan da birini seçdim. Üstə gəl. Qaradan birini seçdim, yaşıldan birini seçdim. Bir də qırmızıdan və yaşıldan hərəsindən birini seçdim. Və görürsünüz, burada 3 dənə hal var. Bunlar və yadır əslində. Eyni, hər dəfə indirəm, müxtəlif rəngli olması və ya deyə gedir də. Məsələn, birinin qara qırmızı olması, birinin qara, birinin qırmızı və ya birinin qara, birinin yaşıl olması və ya birinin qırmızı, birinin yaşıl olması deməkdir əslində. Amma hər dəfə və yanı verməyəcək. Sən özün düşünməlisən ki, müxtəlif rəngdirsə, belə 3 dənə hal var da, bunlar ola bilər. Bərabərdir. 5 vur 3, 5 vur 2, 3 vur 2. Burada 10 vur, deməli 9, 1 vur 2. Yuxarıda 5 vur 3, 15'dir. Bu 10'dur, 25, o da 6. 31 oldu. Burada isə bunlar getdi. Deməli, daha doğrusu 10'dan 2 gedər. Niyə getmədi? Burada qalar 5, 5 dəfə 9, 45. 45'də 31. Məsələ bitdi. Gəldi maraqlı bir suala. Suallarımız nə qədərdir? 27 dənə sualımız var. Axırdakı suallar daha da mürəkkəbdir. Yəni, abituriyent jurnalistlər biraz mürəkkəb suallar hazırlayır. Yəni, bu sizi qorxutmasın. Sadəcə bunun da məntiqini öyrənsəz, işinizə yarayar. Yəni, beynimiz işləyər. Diaqramda birinci və ikinci torbada olan kürəciklər haqqında məlumat verilmişdir. Birinci torbadan müxtəlif rəngli 3 kürəcik çıxarılaraq ikinci torbaya qoyuldu. Gözəl. Birinci, bizdə burada uşaqlar nə qədər kürəcik vardı? 8 dənə, oldu 7. Çünki deyir ki, müxtəlif rəngli 3 kürəcik, 3 dənə fərqli rəng var da, hərəsindən birini götürüb o tərəfə atıb. Yəni, burada qırmızı da bizdə 6 idi, 5 oldu. Ağ deməli 10 idi, 9 oldu. 1 götürdüm. Hamısını attım bu tərəfə. Burada deyə bilər ki, mənim 3 dənə kürəcik artdı. Bax, biri sarıdır, sarı oldu, x üstə gəl 1 dənə. Biri qırmızıdır, qırmızı bir dənə artdı, bir dənə o biri başqa. Ağdır, ağ yoxdur ümumiyyətlə. Ağ da oldu bir dənə məsələn, belə deyə bilərəm, ağ olsun. Ağ da bir dənə. Bunu bildik. İndi deyir ki, bu zaman hər iki torbadan çıxarılan bir kürəciyin sarı rəngli olması. Bizdə onsuz da sol tərəf hazırdır. Baxın, burada 7, 5, 9 neçədir? 14, 21. 21-də 7 buradan sarı gəlmə ehtimalıdır. Çünki bizdə mümkün an sayı var 21'dir. 7'si sarıdır.
onda bu tərəfdə hazırdır ehtimal. 21-də 7. Bu tərəfdə isə bunlar bərabərdir. Ümumi bizdə kürəcik sayı x üstəgəl, y üstəgəl 3-dür. Bayaq x, y var idi, 3 dənə də gəldi. Mümkün hallar 3% artdı. Sarı isə 1% artdı. Biz sarını yuxarı yazırıq da. Yəni burada PA yazaq. Hər ikisində sarı gəlməsini yuxarı yazdım, bütün halları aşağı yazdım. Elə buradan cavabı tapacağıq. X-ə qədər 3-də 1 qalır burada uşaqlar. Çarpaz vursaq 3x üstəgəl 3 bərabər x üstəgəl y üstəgəl 3. Deməli 3-lər getdi. X-i bura atdım. 2x bərabər y. Nə deyir bizdə? Əvvəlcədən ikinci torbada hər kürəcikdən ən azı neçə ədəd olduğunu tapın. Ən azı deyirsə uşaqlar, biz burada x-ə 1 verərik. Ən az natural qiymət 1-dir. Y-də 2 olar. Deməli bir dənə bizdə sarı var imiş, bir dənə qırmızı, 2 dənə qırmızı var imiş. Deməli 1 və 2 deyək də bəli. Məsələ bitdi. Gözəl sualdır. Gəldik son 3 dənə sualımıza. Torbada 5 ağ, 7 qırmızı və 8 sarı kürə. Bu təkrar sualdır. Bunu məncə özünüz birinci yazmağa çalışın, sonra baxın mənim imzama. Görə öyrənmisinizmi nəsə. Bizdə mümkün hallar nədir? Mümkün hallar uşaqlar ümumi 7, 8, 15, o da 5, 20 dənə kürəcikdən seçiblər ikisini. Və müxtəlif rəngli olmalıdırsa, birinci ağ olar, ikinci qırmızı olar. Birinci ağ olanda və birinci, ikinci fərqi yoxdur. Qırmızı, ağ, qırmızı eyni şeydir bizim üçün. Kürə seçirəm də mən orada, nə fərqi var? Biri ağdır, biri qırmızıdır. Bunları dəyişdim, qırmızı, ağ, yəni nə fərqi var? 2 dənə kürəcik seçirsən sadəcə. Ağ, qırmızı, ardıcıl demir ki bizə. Ardıcıl desə kəsrlə yazaram. Ağ, qırmızı, ağ, sarı, bir də sarı, qırmızı. Bitdi. 3 dənə fərqli rəng varsa, 3 dənə də fərqli hal var. Normalda 6 haldır. Məsələn, ağ, qırmızı, qırmızı, ağ, ağ, sarı, sarı, ağ, sarı, qırmızı, qırmızı. Amma burada fərqi yoxdur axı. Yəni birinci, ikinci məsələsi olmadığı üçün mən əsas nəyə baxıram? Əlimdə hansı kürəciklər var? Hansı əlimdədir ona baxmıram. 2 dənə götürdüm, bitdi. Ona görə deyirəm ki, biri ağ olsun, biri qırmızı olsun. 5-dən 1, 7-dən 1. Deyirəm ki, biri ağ olsun, biri sarı olsun. 5-dən 1, 8-dən 1. Deyirəm, biri qırmızı olsun, biri sarı olsun. 7-dən 1, 8-dən 1. Bəli. Bilirsiniz ki, bu 5 və 7 deməkdir. Kombinezonu hesablaya bilirsiniz, ümid edirəm. 5 vur 8, 7 vur 8. Burada isə 20 vur 19, 1 vur 2. Yuxarını hesablayaq. Bu 35, bu da 40. Oldu bizdə 75. Bu da 56, 120, 131 burada alındı. Bunlar getdi, burada 10 qaldı, 190 da burada. Nə qəribə ədədlər veriblər. Bəli. Son 2 dənə maraqlı sualımız. Bu sualları sevirəm, bunlar həqiqətən maraqlıdır. Deyir ki, 3, 4, 6, 8 rəqəmlərindən düzəldilmiş rəqəmləri müxtəlif olan 4 rəqəmli ədədlərdən hər hansı biri təsadüfi olaraq seçilir. Biz əvvəlcə burada uşaqlar mümkün halları, əlverişli halları qeyd eləyək. Sonra belə bir-birinə cavabımız bitsin. Əlverişli hallar, mümkün hallar. Bizdə uşaqlar burada mümkün hal sayı nədir? 4 rəqəmimiz var. Müxtəlif rəqəmli ədədlər düzəltməliyəm. Rəqəmlər müxtəlif olmalıdır. Onda biz bayaq demişdik ki, 4 faktorial əslində. Həm də belə deyə bilərsiniz. Baxın, A, B, C, D ədədimiz var. Mən bura 4 rəqəmdən birini yaza bilərəm. 3-ü, 4-ü, 6 fərq eləməz. Birini yazdım bura. B-yə artıq 4 dənəsində birini yazmışam. Baxın, 3-ü qaldı. 3-ünü yazdım bura. Birini də yazdım, bura 2-si qaldı. Burada 1-i qaldı. Vurursam bunları bir-birinə olur 24. Bizdə mümkün hal sayı 24-dür. Təbii ki, bunu uzatmağa ehtiyac yox. 4 faktorial deyə bilərsiniz. Ondan sonra deyir ki, seçilən ədədin ilk 2 rəqəminin hasili ilə sonraki 2 rəqəminin hasillərinin bərabər olması hadisəsinin ehtimalını tapın. Beyin yandıran bir sualdır, amma biz bunu gəlin fərqli yollarla deyək ki, başa düşək. Birinci baxın, 3, 8 yan-yana olar, 4, 6 yan-yana. Yəni 3 dəfə 8, 4 dəfə 6. Ədəd belə qurulmalıdır. Amma deyə bilərsiniz ki, müəllim, burada 8, 3 də ola bilər, 3, 8-də, 4, 6, 6, bəli. 2 faktorial bu yer dəyişir, 2 faktorial bu yer dəyişir. Bir də bunlar özü yer dəyişə bilər axı. Yəni 4, 6 birinci gələr də. Məsələn, 4000 neçə, bayaq 3000 neçə idi. Bunların da yer dəyişməsi 2 faktorial olduğu üçün vur 2 faktorial. 8. Cavab 3-də 1. Bir də deyim, sonra başqa göstərəcəm ədədləri. Deyirəm ki, bizdə 3, 8, 4, 6 var. 3-dən 8 yapışmalıdır, 4-dən 6 yapışmalıdır. Biz deyir deyə, məsələn, 3-ünün yanaşı olması ilə. Məsələn, deyək ki, bunu qoy deyim, sonra qaydaram bura. Deyir ki, məsələn, bizdə 10 nəfər var, 10 nəfər insan var. Bunlardan biri Vaqifdir, biri Elgündür, biri də nə olsun? Kərim olsun. Vaqif, Elgün, Kərim. Bu üçü bitişik olmalıdır. Bizdə 10 nəfər var axı.
Onda 7-sinin ardından bu 3 nəfər bitişik idisə, əgər bunlara bir nəfər kimi baxıram. Çünki bunlar hər zaman yan-yana olmalıdır. 10 nəfərdən içində Vaqif, Elgün, Kərimin də olduğu 10 nəfər var. Vaqif, Elgün və Kərim yan-yana durmalıdır. Mən fikirləşirəm ki, bunlar yan-yana durubsa, bunlar yapışıb da bir-birinə. Bunları qoparda bilmərik. Yəni Kərim bunlardan ayrıla bilməz. Yan-yana olmalıdır. Onlara bir nəfər kimi baxıram. Çünki onların üçünü tərpədə bilərəm ancaq. Bir nəfər kimi tərpənirlər. Ona deyirəm 8 faktorial. 7 nəfər ayrı, bunlar da 1 nəfər oldu, 8. Amma deyirəm ki, axı bunlar öz arasında yer dəyişə bilər. Kərim birinci, Vaqif sonra, Elvin kənara çıxacaq, Vaqif ortaya gələcək, yer dəyişə bilərlər. Bu da 3 faktorial. Belə suallarda biz bitişik olanlara bir nəfər kimi baxırdıq, ümumi faktorial deyirdik, ona da bir nəfər kimi sayıb, sonra isə deyirdik ki, bu üçü də öz arasında yer dəyişirdi, belə yazırıq. İndi burada eyni məsələdə əslində uşaqlar. Biz bunlara yapışıblar deyə bir nəfər kimi baxırıq. Bir nəfər bu, bir nəfər bu. Oldu 2 faktorial. Bunlar öz arasında yer dəyişə bilər. 2 faktorial, bunlar öz arasında 2 faktorial. 8. Məncə çox gözəl izahdır bu. Yəni başa düşmək üçün mən çox gözəl izah elədim deyir. 3, 8, 4, 6. Bir də başqa bir formada yanaşaq buna. Ədədləri yazaq. 3 ilə başlasam 3, 8, 4, 6. Bir də belə deyə bilərəm. 3, 8, 6, 4. 4, 6 yerlərini dəyişdim. Deyə bilər ki, mən 8 ilə başlayayım. 8, 3, 4, 6. 8, 3, 6, 4. Başqa bir də mənim 4 ilə başlayayım. 4, 6, 8, 3, 4, 6, 3, 8. 6 ilə başlayın. 6, 3, 3, 8, 6, 4, 3, 8, 6, 4, 8, 3. Başqa varsa yazın. Yoxdur, 8 dənə hal var. 24-də 8, məsələmiz bitdi. Çox gözəl sualdır. Burada yenə sizinlə dalaşacağıq. Bu da biraz qarışıq sualdır çünki. 3'ü qırmızı, deməli 3 üzü qırmızı, 2 üzü yaşıl, 1 üzü sarı rəngdə olan kubu 3 dəfə ardıcıl atdıqda üst-üzə düşən rənglərin müxtəlif olması açısından ehtimalda var. Deyəcəksiniz ki, müəllim, axı ardıcıl deyil, niyə kombinezon yazırsınız? Burada məsələ nədir? 3 dəfə ardıcıl demək, yəni birincidə qırmızı gəlsin, birincidə yaşıl gəlsin demək deyil. O başqa sualdır. Yəni indi burada ümumiyyətlə bilirsiniz, elə məsələlər var ki, dəqiq demək olmur. Məsələn, bu sözü gördüm, bunu elə. Niyə demək olmur? Çünki məsələn ardıcıl demişdim sizə, bəli, o ardıcıl 90% doğrudur. Amma belə bir sualda kubu 3 dəfə ardıcıl atıram. Sənə demir ki, birinci gələn qırmızı olsun, ardıcıl olaraq 3 dənə deməli kürəcik götürürəm, birinci qırmızı, o başqa məsələ. Orada kəsr yazırdıq. Bu deyir ki, ardıcıl 3 dəfə atıram. Nə desin başqa? Necə ata bilər başqa? Bu o demək deyil. 3'ü qırmızıdır. İkisi yaşıldır. Biri də sarı. Yəni bu sual yəni belə deyim, buraxılış üçün deyil, mürəkkəb sual. Amma maraq üçün təbii ki, baxmalıyıq da. Biz də biraz beynimizi işləyək. Yəni ancaq asan suallara baxmayacağıq ki, biraz mürəkkəbə də baxaq. Beynimizdə yeni neyronlar birləşsin. Deyir ki, 3 dəfə ardıcıl atdıqda üst-üzə düşən rənglərin müxtəlif rəngli olması. Yenə deyə bilərsiniz ki, müxtəlif rəngli olarsa, ola bilər ki, qırmızı yaşıl olsun, qırmızı sarı olsun, sonra nə ola bilər başqa? Sarı qırmızı olsun. Yox, sarı yaşıl olsun. Bu yox. 3 dənə hal var. İndi burada biz nə düşünməliyik? Yox, 3 dəfə atır, üzr istəyirəm. 3 dəfə atır, belə düşünəcəm. Mən elə bilib 2 dəfə atır. Qırmızı, sarı, yaşıl. Bunu bilirəm. Qırmızı, sarı, yaşıl. Hamısı olmalı müxtəlif rəngli olmalıdır. Onda mən birinci deyirəm ki, bizdə mümkün hallar 6'nın kubudur. Elə deyilmi? Biz 3 dəfə atdığımız zaman 6 vur, 6 vur, 6. 6'nın kubunu bilirsiniz. Zəri 2 dəfə atsan 36 hal var. 3 dəfə atsan 6 üstü 216 hal. 4 dəfə olsa 6 üstü 4. Məsələn, deyək ki, qəpiyi bir dəfə atdıq, 2 dənə mümkün hal var. Ya budur, ya o, bu üz, o üz. 2 dəfə atsaq 4 dənə müxtəlif hal var. 3 dəfə atsan 2 üstü 3, 5 dəfə atsan 2 üstü 5. Bunu bilirsiniz də. Bu yerində qalsın. Mümkün hallar sadədir. Bizə əlverişli hallar biraz əziyyət verəcək burada. Nədir əlverişli hallar? Qırmızı, sarı, yaşıl dediyimiz zaman uşaqlar deyir ki, müəllim belə eləyərik də. Birinci qırmızı gəlsin deyərik. Onda 3 haldan biri, ikinci yaşıl olsun, 2 haldan biri, bir də 1 haldan biri sarı gəlsin. Biri qırmızı, biri yaşıl, biri sarı. Amma burada ardıcıllıq var axı, hansı birinci gəldi? Onu bilmirik. Məsələn, çünki zər atdığımız zaman orada əlbəttə müxtəlif hallar var. Yəni atdım, birinci qırmızı gəldi, sonra yaşıl, sonra sarı gəldi. Bunların yerləri dəyişə bilər. Bunların da yerləri necə dəyişir uşaqlar? 3 faktorial kimi də. Yəni birinci sarı, sonra qırmızı, sonra yaşıl. Yaşıl birinci, sonra sarı. Yəni 3 elementin öz arasında yer dəyişməsi. Permutasiya 3'dən 3 deyirdik biz buna. Permutasiya yer dəyişmə 3 faktorial.
Ona görə yuxarıda bunu yazsaz doğru cavab almayacaqsınız. Bir də əlavə 6-ya vurmalısınız. Çünki niyə? Elə dediyim məsələyə görə. Müxtəlif hallar yaranır deyə. Bu vacibdir. 6-ya vurdum. Çünki niyə? Mən qırmızı, sarı, yaşıl seçmişdim, amma hansı birinci gəldi onu bilmədim. Zərdə də bu önəmlidir, hansı birinci gəlir. Bu kürə deyil. Kürə olsa biri sarı, biri qırmızı. Bu heç. Amma zərdə 3 dəfə atıram ardıcıl. Bax, ardıcıl burada məsələ var. Ona önəm vermək lazımdır. Biz burada yazacağıq ki, 6 vurulsun, 3 vurulsun, 2 vurulsun 1, 6 vur, 6 vur, 6. Bu 6 ilə bu gedəcək. 2 dəfə 3, 6. Bununla bu getdi. Yerdə qaldı 6-da 1. Bütün məsələ budur. Bu biraz mürəkkəb sualdır uşaqlar. Ümid edirəm faydalı oldu. Sualların sonuna gəldik. Növbəti hansı bölməni istəyirsə şərhlərdə qeyd edin. Videonu bəyənməyi, paylaşmağı, şərh yazmağı unutmayın. Sağ olun, özünüzə yaxşı baxın. Növbəti videolarda görüşənədək.